Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir pultu təmirə gətiriblər. Orta baraban qırıqdır, işləmir, belə deyək. Bu vəziyyətdədir. İndi bunu çalışacaq təmir eləyək. Ortalıq nəticəni bir yerdə izləyək. Açırıq, açmağa davam edirik. Qırılıb burada qalıb. Bu hissələrinə müştəri tərəfdən də kley vurulub. Olan hissə. Bu hissədir. Sxemanı təmizlədik, membranlara əl vurmadıq. Bizə lazım olan hissələri, bəlkə də burada lazım olacaq, təmizlədik. Bunu da kleylərin hamısını təmizlədik. Bu hissəni çıxartdıq. Bu hissəni lazer vasitəsilə deşək. Ölçü vahidini götürürük. Hissəni lazer vasitəsilə deşirik. Həmən hissəni lazer vasitəsilə deşdik. Bunu dəmirdən yığdıq, iş qarantiyalıdır. Rezində dəyişdik, müştəri tərəfdən kley tökülmüşdü, şişmişdi, şişkinliyi var idi. Burada da laboratorun adaptera qoşmuşuq, prosesor dərəcəsini ölçürük. İş prinsipində gecikmə yoxdur. Bu qədər korpusdan bir dənə korpus yığa bildik. Heç biri bir-birinə uyğun gəlmir. Burada da var detallarımız. Demək, belə bir nəticə əldə elədik. Baraban öz yerində. Okey, öz yerində. Belə bir kaburaya da qoyduq. Qaranlıqda da bu kabura fosforludur. Belə bir işıq verir. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.